Salam hər kəsə. Bugün qəbul tipli bir sualın həllinə baxacağıq. Deyir ki, şəkildə göstərilən səma cisimləri üçün verilmiş A nöqtəsində yekun qravitasiya sahəsinin intensivliyi hansı istiqamətdə yönəlmişdir? Deməli, birinci cismin kütləsi 2m qədərdir. A nöqtəsinə qədər olan məsafə 2r qədərdir. İkinci cismin kütləsi m qədərdir. A nöqtəsinə qədər olan məsafə r qədərdir. Deməli, ümumi düsturu yazırıq. J bərabərdir. J vurulsun m bölünsün r kvadratı. Birinci cisim üçün baxsaq, J1 bərabərdir. J vurulsun kütləmiz 2m qədər olacaq. Çünki 2m verib kütləni. R'imiz isə 2r kvadratı 4r kvadrat olacaq. 2 ilə burada 4 ixtisar gedir, burada 2 qalır. Bu bizim J1'imiz. J2'miz isə J vurulsun. M'imiz olduğu kimi qalacaq, çünki m qədər verib. R'imiz də yenə r'dir, kvadratı r kvadrat olacaq. Deməli, buradan göründüyü kimi J ilə r tərs asılıdır. Ona görə birincinin, deməli, qravitasiya sahəsinin intensivliyi ikincidən kiçik olacaqdır. Yəni J2 böyükdür. J2 böyükdür, J1 olacaq. Və burada da yenə baxırıq istiqamətimizə. Burada deməli ikinci cismin qravitasiya sahəsinin intensivliyi böyükdürsə, bu tərəfə doğru yönələcək ikinci cismə. Bu da birinci istiqamətini göstərir, yəni doğru cavab A variantı olacaq.